2000-ci ildəki siyasət bu gündə davam edir. Siyasi monopoliya stratejiya olaraq prezident və onun yaxın komandasının əlində təmərküzləşib. Bir qrup insanlar prezidentin kim olmasını, hansı partiyalara müxalifət statusu verib parlamentdə iştirakına icazə verilməsinə və məhkəmə heyətinin müəyyənləşdirilməsində əsas qüvvədir. Ölkə qanunlarla yox, ayrı-ayrı fərdlərin istədiklərinə uyğun idarə edildiyinə görə monolitliyin olmaması təbiidir. Məsələ ondadır ki, Azərbaycandakı rejim klassik diktatura, totalitar rejimdən də fərqlidir. Burada ölkənin idarə edilməsi bir mərkəzdən həyata keçirilmir. Səpələnmiş şəkildədir. Başqa sözlə, stabil təsir bağışlayan rejim əslində daxilindən çürüyür. Müxalifət adlanan düşərgədə də xaos hökm sürür. Bir hissə hansı yolla olursa olsun, hökumətlə alver edib özünün şəxsi və partiya maraqlarını təmin etmək istər. Digər hissə faktiki bir iş görmədən hərdən hökuməti, hərdən də müxalifəti tənqid edir. Başqa bir hissəsi çıxış yolunun ancaq demokratiyada olduğunu qəbul edib, ancaq istəyini xalqa kifayət qədər yetərli çatdıra bilmir. Bu acınacaqlı vəziyyətdən çıxmalıyıq. Ölkəni gec də olsa sivil dünyaya qovuşturmalıyıq. Bu bizim hər birimizin, o cümlədən, hər bir Azərbaycanlının vətəndaşlıq borcudur. Bir tikə çörəyə möhtac olanın da milyardlarla pul sahiblərinin. 2013-cü il Azərbaycanın tarixinin yeni hüquqi dövlət statusuna qatılması ili olmalıdır. Prezident seçkiləri azad və demokratiyanın standartlarına əməl etməklə həyata keçirilməlidir. Onun arxasınca parlament seçkiləri və məhkəmə sisteminin reformaları baş tutmalıdır. Bununla da siyasi monopoliyaya son qoyulmalıdır. Hər birimiz 2013-cü ili Azərbaycan xalqının son şansı kimi qiymətləndirməliyik. Təkliflərlə çıxış etmək dayandırılmalıdır. Yeganə prezident seçkilərinin azad və standartlara uyğun keçirilməsi tələb irəli sürülməlidir. Bu tələbi yerinə yetirmək üçün bir, mərkəzi və məntəqə seçki komissiyasının formalaşdırılmasına yenidən baxılmalıdır. Seçki komissiyasının üzvləri ya paritet əsaslarla, ya Azərbaycanın tanınmış heç bir partiya üzvü olmayan ziyalılarından, ancaq Avropa Şurası, Avropa Parlamenti, Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in nümayəndələrinin nəzarəti və zəmanətləri nəzərə alınmaqla formalaşmalıdır. Seçki protokolları bütövlüklə informasiya vasitələri ilə elan edilməlidir və səs vermənin bütün sənədləri ən azı 25 il saxlanılmalıdır. Saxta protokollara imza atanlar bilməlidir ki,
25 il müddətində istənilən vaxt onların əleyhinə cinayət işi açıla bilər. Bir sözlə, ayaqlarının altında yer həmişə yanacaq. 3. Dövlət büdcəsindən maliyyələşdirilən bütün televiziya, radio verilişlərində müxalifətə ən azı həftədə 3 gün və hər dəfə 1 saat olmaqla yer ayrılmalıdır. Anlamağın, bu hökumətin büdcənin kimin olduğunu anlaması vaxtı yetişib. Bu 21-ci əsrin 20-ci illəri yaxınlaşır. Bu hökumət anlamalıdır ki, büdcə xalqa məxsusdur. Müxalifət xalqın müəyyən bir hissəsinin ideyalarını dəstəkləyən qurumdur. Xalqın pulunu özünə mənimsəmək olmaz. Xalqın pulu həmçinin də o televiziya verilişlərində onun bir hissəsini, əksəriyyətini, ya 40%-ni, ya 10%-ni dəstəkləyənlərin televiziyada çıxışlarını xidmət eləməlidir. Bunu anlamağa nə var ki? Kimlərin bu verilişlərdə iştirak etməsini müxalifətin özü müəyyənləşdirilməlidir. 4. Müxalifətin TV kanalı açması və onun Azərbaycanın bütün bölgələrində yayılmasına maneçilik olmamalıdır. 5. Bildiyiniz kimi Eurovision'a azı 1 milyard dollar pul xərclənir. Həmin Eurovision'a xərclənən pulların 5%-i seçkilərdə nəzarət üçün ayrılmalıdır. Və həmin o 5%-in hesabına beynəlxalq müşahidəçilərin sayı 10 dəfələrlə artırılmalıdır.